Əziz izləyicilər, Xırdalan şəhərinin mərkəzində sol tərəfdən McDonald's, KFC, Misir Parkı, 2 saylı məktəb, sağ tərəfdə isə Heydər Parkı. Əsas yolun üzərində yeni tikili 12 və 13 mərtəbəli binanın orta mərtəbəsində ümumi sahəsi 104 kvadrat təşkil edən 3 otağa düzəlmə mənzilimiz satışa çıxıb. Yel çəkən mənzildə əziz dostlar, eyvan hissəsindən başladım. Xırdalan şəhərinin tam mərkəzidir. Dəyərli dostlar, Xırdalan sakinləri bilir, düz Heydər Parkının Təzə bazarın yaxınlığında McDonald's, KFC, bütün yaşayış obyektləri, infrastruktur, hər bir şey buradadır əziz dostlar. Bura yataq otağıdır. Lüstr və pərdələr asılıb əziz dostlar. Əla yerdədir. Tam Xırdalan şəhərinin mərkəzi. Keçək digər hissədən təqdimatımı edim. Əsas evin çöl qapısı. Girişdə bax belə geniş belə bir dəhliz hissəsi. Keramika metlaq olan hissələr isti döşəmədir əziz dostlar. 3 otağa düzəlib. 105 kvadratdır. Orta mərtəbədə 2 sürətli lifti və binanın yeraltı dayanacağı var. Burada mətbəx hissəsi düzəldilib və mətbəx mebeli ilə təchiz olunub. Tam təmirlidir, ideal təmir olunub. Sanuzeli aksesuarlarla təchiz olunub. Sanitar qovşağı ayrı-ayrılıqdadır. Əziz dostlar, yel çəkən mənzildə hər iki tərəfə baxış var. Bir daha qeyd edirəm. Burada qonaq otağıdır və bu otaqdan da eyvana çıxış var. Kombi sistemi ilə təchiz olunub. Təzə bazarın tam yaxınlığında. Əla qiymətə təklif olunur. 145 min manata pad mayaq qiymətindən ucuz düşür. Tam təmirli. Keçək sonuncu otağı təqdim edim. Bəzi dərəcə sonuncu otaq. Burada da lüstr və pərdələr asılıb. Bu otaqdan da eyvana çıxış var. 145 min manat start qiymət təcili satılır əziz dostlar. Yaxın gələcəkdə də bu binaya kupça veriləcək. Çünki bu binanın digər bloklarına kupça verilib. Bu şirkət çox etibarlı şirkətdir. Başqa binaların da hamısı kupçalıdır əziz dostlar. 1365 manat. 1365 manat 1 kvadratına tam təmirli əziz dostlar. Xırdalan şəhərin tam mərkəzində. Ətraflı nömrə ilə əlaqə saxlayın. Kanalımıza abunə olmağı unutmayın. Bu günlük bu qədər.